Sığorta haqları risk əsaslı yanaşma ilə hesablanır. Baza sığorta haqqına müxtəlif əmsallar tətbiq olunur və nəticədə yekun sığorta haqqı formalaşır. Əmsallar müxtəlif meyarlara əsasən müəyyənləşir. Belə ki, sığorta haqqı sığortalının yaşı və təcrübəsinə, avtomobilin növünə, istifadə olunduğu əraziyə, istismar müddətinə, həmçinin onu idarə edən sürücülərin sayına əsasən formalaşır. Əgər avtomobilin sahibi hüquqi şəxsdirsə, bu halda fərdi əmsallar, yəni sığortalının yaşı, təcrübəsi və sürücülərin sayı nəzərə alınmır. Bunun yerinə hüquqi şəxs olduğu üçün ayrıca əmsal tətbiq olunur. Eyni zamanda sığorta tarixçəsini əks etdirən şəxsin bonus-malus sinfi də mühüm rol oynayır. Əgər sığortalı qəzasız təcrübəyə malikdirsə, yəni onun qəza törətmək riski aşağıdırsa, bu zaman sığorta haqqı azalır. Əksinə, əgər riski yüksəkdirsə, bu halda sığorta haqqı məbləği artır. Sadə dillə desək, sığorta sistemində hər kəs risk səviyyəsinə uyğun sığorta haqqını ödəyir və bu da ədalətli yanaşmanın əsasını təşkil edir.